Salamlar, saygılar əziz dostlar. Bu cələsə Heyvagülü rəqsinin çalğısının amuzişinə başlayıram. Bu ahəngdə kökümüz la köküdür. Mənim sazımın kökü at simlər. Üst simlər. Orta simlər. Əvvəl bölümün çalğısını çalım, sonra keçək amuzişə. Bu əvvəl bölümün çalğısı idi. Keçək indi amuzişə. Bu ahəngdə si bemol pərdəsi işlənəcək si əvəzinə və midə də mi bemol pərdəsi işlənəcək. Bəs nə mənə si desək mənzurumuz si bemoldur və milər də mi bemoldur. Əvvəl mizanın çalğısını çalım, sonra amuzişinə başlayaq. Bu əvvəl mizanın çalğısıdır, 6 mizrabdır, rast-çap halətdə, yəni üst-alt 6 mizrabdır. Əvvəl mizrabımız doda üstdən vururuq, yəni rastlı mizrab. Üstdən mənzur rastlı mizrabdır, altdan üstə vurmaq mizrablarımız da çəp mizrab deyirik. Rastlı mizrab doda, redə çəp mizrab, doda rast, redə çəp, doda rastlı mizrab vururuq. Mizrabdan sonra üçüncü barmağına mi bemol pərdəsinə işarə vururuq. Bu halətdə. Dubara doda çəp mizrab vururuq. Yenə mizrabdan sonra üçüncü barmağına mi bemol pərdəsinə işarə. Pəs bu mizanın aram ritmi bu cür oldu. Bu halətdə oldu. Notları aram ritmi ilə solfeji bu halətdə olur. Do, re, do, re, do, do. Bu halətdə ki, səri haləti bu cür olur. Do, re, do, re, do, do. Bu cür çalınır. İdamədə çıxırıq, bu mizanı çalırıq. Beş mizrabdır. Rast-çap halətində əvvəl mizrabımız si bemolda rastlıdır. Qalxırıq birinə lada çəp mizrab. Yenirik si bemolda rast. Birinə yenirik doda çəp. İkinci barmağı qoyuruq redə rastlı mizrab. Mizrab vurub az dayana da bilirik. Mizrabdan sonra barmağı ötürüb bir redən bir bəm redən xəfif səs də ala bilirik. Bu halətdə də ola bilər və bu cür. Aramın çalım. Bu halətdə oldu. Səriyi. Notları aram ritminə oldu. Si, la, si, do, re. Səri haləti si, la, si, do, re. Eləyə bilirik axırda o simi ötürək çəkək də və ya sabit qalsın redədə. Bu halətdə də ola bilər. Üçüncü mizanımız yenə 6 dənə rast çəp